Elə təzə Novxanı kəndini tərk eləmək istəyirdi ki, mənə bir zəng gəldi. Dostum mənə Balaxanıda sərgi olduğunu, tez ora getməli olduğumu dedi. Səbəbini soruşmağa macal tapmadan yollandım Balaxanı kəndinə. Uzaqdan baxdım və insanların bir yerə toplandığını gördüm. Sürətli addımlarla yaxınlaşdım. Nə görsəm yaxşıdır. Bəlkə də dünyanın ən gözəl xoruzlarını. Sanki nağıllar aləmində idim. Sən demə, bu sərgi Balaxanıda keçirilən və ən gözəl xoruzu seçmək üçün təşkil olunmuş bir sərgidir. Nə sevinə bildim, nə də həyəcanlana. Sehirli dünyadaymış kimi özümü sərgiyə həsr elədim deyə bilərəm. Ətraf səsli olsa da xoruzlar diqqətimizi onlara yönəltməyimiz üçün sanki əllərindən gələni eləyirdi. Bizim sərgilərdə cins standartlarına baxılır. Yəni bir cinsin saf cins olub-olmadığına baxılır. Bu standartlar da Avropa Quşçuluq Birliyi tərəfindən təsdiqlənir. Hal-hazırda 120-dən çox quş növləri var burada. Toyuq, xoruz, ördək, qaz cinsləri var. Sərgilərin mahiyyəti odur ki, bütün həvəskarlar, yəni bu işi hobbi kimi saxlayan yetişdiricilərimiz ildə bir dəfə sərgiləyərək doğrudan da düzgün yetişdirdiklərini və ya yetişdirə bilmədiklərini bizim kartlar vasitəsilə öyrənirlər. Bu gördüyünüz hal-hazırda salon çempionudur. Burada izləyicilər üçün kartlarımız olur. Kartda hakim tərəfindən bütün müsbət tərəflər, tövsiyələr, qüsurları izah edilir və sonda bal sistemi var burada. Bizim sahədə ən yüksək bal 97 baldır. Gördüyünüz Brahma cinsidir, kəklik naxışlıdır və Azərbaycanda salon çempionu olur. Və ilk dəfə bu illəri bizim yetişdiricilərdən Ağaməd Babayev Avropa medalı ilə təltif olunur. Bizim sahədə bu medal, yəni bizim pik nöqtəmizdir, yəni yetişdiricinin pik nöqtəsidir. Bu günə qədər bir çox ölkələr buna nail olmamışdır və sonunda biz bu illəri Avropa medalı ilə layiqli yetişdiricilərimiz var. Dünyanın bir çox ölkələrində artıq Azərbaycanda saf cins qazların inkişafını və nə səviyyədə olduğunu artıq tanıyırlar. Artıq bu ildən etibarən hətta Cənubi Amerikadan hətta belə bizə sifarişlər qəbul olunur. Bu il bizdə əyri dimdikli döyüş qazı Tula növü çempion oldu. Bununla da bağlı çox sevincliyik. İnşallah növbəti illərdə daha böyük, daha qəşəng nailiyyətlər arzu edirəm hamıya. Bir sözlə, zövq aldıq. Gəlməyimizə peşman olmadıq. İnsanın belə maraqlı dostları olduqca hər günü belə keçər. Mən isə bilirsiniz, maraqlarımla sizi ekranlara bağlamaq üçün mübarizə aparıram. Əgər arzuma az da olsa çatıramsa, bu mənim üçün ən böyük hədiyyədir.